Bak bak bak. Nurlan Bala, Gül Baba. Buradan bütün Elibala məktəbinin gözəl tələbələrinin hamısını salamlayıram. Bax, bizim Nurlan Baba Zərdab şəhərindən gəlibdir. Elibala məktəbindən. Buradan çıxmış uşaq bir də gəlibdir. Haradasa bir 7-8 il olar da. 7-8 il olar. Bunun qadasını alır. Ay maşallah. Elibalanın iyisi hələ üstündə var. Həsən, gəl. Həsən, gözləyir, gəl. Buradan çıxanda anı oğlunu görsədəcəm Arif kişini. Arif kişiyle tanış olacaqdır. Buradan bizim Bakıdakı Nurlanımızı salamlayıram. Allahcan sağ ol. Nurlan baba gəldi, adaşım. Yəni bu Elibala məktəbi, bizim bu ocağımız elədir ki, yalnız sənətdir. Müəllimin tələbə ilə olan münasibəti, olan gözəl şirin diyalogları bax gətirib bura çıxardır. Yəni hara getdi, harada oldu, nə vardı, yenə də gəldi çıxdı. Ya Allah'ın adı. Hazırız? Hazır. Ya Allah.
Görülən işlər də hamısı göz qabağındadır. Yəni çox vaxt müraciət edənlərin ulan deyirlər ki, yol məhdudiyyəti var, yəni biraz uzaqda yaşayırıq. Zarda aparı nədir ki, buradadır, 10 dəqiqəyə Zardabdasan. Gör saat neçədən çıxıbdır, neçədən çıxıb, neçədə gəlib çatıbdır. Yəni sənət öyrənmək istəyirəm, yol məhdudiyyəti söhbəti yoxdur. Əgər mənim fikrimdə mən bu sənəti öyrənib, irəli çıxmaq istəyirəmsə də, mən bunu eləməliyəm. Sağ ol Nurlan bala, Allah sana sevindirsin. Çox sevindim. Seyid bana, Seyid söz səndə. Allah sana sağlıq versin, Allah sizə ömür versin. Sağ ol Seyid. Bax, belə gözəl tələbələri yetişdirib. Zərdab şəhər. Zərdabdan, özü hardan? Zərdabdan. Şirvan. Bəli. Bəli. Allah sana sağlıq versin. Yəni, belə həmişə deyiblər ki, Eldəniz mənim, bəli, Eldəniz mənim bugünkü günü mənim haqqım var demək, bu da var gördüyüm iş. Göz qabağındadır. Eldəniz mənim yaşayış yeri, Gəncə şəhəri iş yerimizdə Əminatçılar Mədəniyyət Sarayının qapısı xalqının bağlarının üzrə açıqdır. Biz hazırıq, qardır eləyək. Nəyi bilirsə də tələbələrlə paylaşaq. Bala məktəbi Gəncə budur ha. Yəni mənim gördüyüm işlər budur. Vay qadan alıb. Ay maşallah. Sual cavab, sual cavab, sual cavab. Yenə deyirəm. Kim nə iş görür öz ayağınadır. Çıxıblar ortalığın əmnəqəllərinə, onların öz adınadır. Burada Eli Bala məktəbidir Gəncə. O görülən işlər görürsünüz. Üstündən 8 il keçibdir. 8 ildən sonra qayıdıb gəlib məktəbə, işlərlə, güclərlə. Yəni bu işi gücürsən, bilirsən daha sevdim. Sağ ol Nurlan baba. Sağ ol. Sağ ol. Öpürəm səni. Buradan bütün Eli Bala məktəbinin nə qədər tələbələri var. Hamısını salamlayıram. Hamısına işıqlı, nurlu, urzulu, bərəkətli yol arzulayıram. Sənət aləmində nətər ki Eli Balanı yüksəklərə qaldırırsınız, Allah da sizi bax elə yüksəklərə qaldırsın. Bizə dəqiqə. Sən də xoş gəlirsən, qardaş oğlu. Yəni bu əziyyətin yarısı da saat sürkü, yəni Nurlanı gətirdim, çatdım bura. Allah sizin canınızı sağ eləsin. Qadan ağaram. Allah sizə ruh bərəkət versin, can sağlığı versin. Amin. İnşallah hər şey yaxşı olar. Sağ ol qadan ağaram. Qardaşımızdır. Bəli, halvaq ki, halvaq ki. Zərdabdan gəldik. Bəli. Allah sizi var eləsin. Sən sözün. Öpürəm. Allah var eləsin. Allah sizi can sağlığı versin. Amin. Belə gözəl tələbələr yenə deyim. Amin, amin. Üzə çıxar. Amin. Buradan da Allah verdi qardaşım salamlayıram. Əsədov Allah verdi. Yəni bizdən giririk, sağ olsun. Onun gözəl bir dənə qızıl sözü var. Görsənən dağa nə bələdçi. Bax, indi bax, görsənən dağa nə bələdçi. Sən də buradan Allah verdi. Mən də salamlayıram. Salamla. Allah sağlığı versin. Qadan alarım.